Xanımlarım, qızlarım, bugün görün ne güzel bir peçenye hazırlamışıq. Çox lezzetli, asan, görünüşü əladır. Görünüşünü dəyişdirə də bilərsiniz, bu başdan deyim. Bəh, bəh, bəh. Qəhvələrinizi, çaylarınızı tökün və yaxına əyləşin. Sizdə yoxdursa, gəlin birlikdə çay içək. Və gördüyünüz kimi hazırlamağa başlayıram. Və mənə nə lazımdır? Ərzaqların qədərini həmişəki kimi videonun altındakı açıqlamada qoyacağım. 1 yumurta, 100 qram kərə yağı, bəyən margarin, 80 qram nə? Əlbəttə ki, şəkər. Bu başdan yadınıza salım ki, bir dənə like atsanız mən çox sevinərəm. Bir sirr açım sizə. Şəkər işlətmirsinizsə, balla əvəz eləyə bilərsiniz. Bal götürsəniz 1 xörək qaşığı kifayətdir. Videonun altında ölçüləri yazacağım. Həmişəki kimi oradan götürün və şirin-şirin peçenyelərinizi hazırlayın. Şirin istəmirsinizsə, kanalda şirin olmayan peçenyelər də var. Və indi bunun hamısını yaxşıca qarışdırırıq. Bir çimdik duz yadınızdan çıxmasın. Yaxşıca qarışdırdıqdan sonra mənası nədir? Yaxşı qarışdırmağın lay-lay olmasın. Bizim peçenyemiz qaletlər kimi belə bütöv olacaq, layları olmayacaq. Lakin ağızda ovxalanacaq. Sobadan çıxartdığınız kimi xırçıltılı, yox, saxladınız, sabahsı günə qaldısa, ağzınızda qum kimi əriyən bir peçenyedir. Baxın, qarışdırdım. Qarışdırandan sonra üzərinə un əlavə edirik. Unumuz nə qədər olacaq? Unun tərkibinə, bu vanildir, vanil ekstratıdır, əlavə edirəm və biraz acı bura qabartma tozu da əlavə elədim. Bu yarım çay qaşığı idi. Onu əlavə etməsəz də olar. Etsəniz daha havalı olacaq, belə deyim. Unumuzun miqdarı isə 270 qramdır. Bu da ki, bir stəkan, bir balaca təpələmə, çay stəkanı, armudu yox ha, 250 qramlıq, 200 qramlıq stəkan, 200 qramlıqdırsa belə təpələmə, 2 stəkana yaxın gedəcək. Gördünüz, xəmiri yoğurduq, bu cürə ovxalanan bir xəmirdir. Xəmirin istirahət eləməsi üçün bizə vaxt lazım deyil. O dəqiqə hazırlaya bilərik və masanın üstündə yaymağa başlayırıq. Xəmirimizin qalınlığı 5 mm, 3 mm ola bilər. 3 mm eləsəniz daha çox olacaq və daha kövrək olacaq. Yayırıq, kəsirik. Daha sonra şəkil verdim forma ilə. Sizdə yoxdursa, stəkanla kəsirsiniz, çəngəllə forma verirsiniz. Vəssalam. Üzərinə, altına, üstünə daha heç yara, heç bir şey səpmək, tökmək lazım deyil. Göndərirəm bunu sobaya. Sobaya göndərməmişdən o qıraqlarından çıxan xəmir var da. İndi ondan da göstərəcəyim sizə necə forma vermək olar. Baxın, yayıram. Qıraqlarından çıxan xəmirdir. Sizdə də mütləq çıxacaq. Dairə halında eləsəniz, dördküncə eləsəniz, bu da çıxmayacaq. İndi bunu qəşəngcə yaydıq. Parçalara bölürük. Əlimizlə buna yumru və ya uzunsu şəkil verin. Baxın, şəkil verəndən sonra məndə nə var? Məndə var, o qabın altında qoyuruq ki, stolumuz, klyonkamız, süfrəmiz yanmasın. Bax, onlardan var. Onların üstündə naxışlar var. Bəzilərində arı pətəyinə oxşuyur, bəzilərində kvadrata oxşuyur, bəzilərində xərçə şəkili var elə bil ki. Baxın, bu biri kvadrata oxşayandır. Götürürəm, üstündən basıram, dairə oldu, yaymaq lazımdır, artıq üstündə kvadratları var. Digərini isə dediyim kimi o bal pətələri kimidir. Onu da eləyəcəyəm indi. Elə üstünə nə qoyursunuz, onu bir balaca çevirsəniz, dairə alınır. Rəylərinizi yazın. Suallarınız varsa verin, cavablandıraram. Bu isə arı pətəyidir. Baxın, bu da bu cür alınır. Vəssalam. Qoyuruq soba tavasına. Qabaqcadan sobanı qızdırın. 160-170 dərəcəyə. Qoyuruq pişir. Neçə dəqiqəyə pişir? Valla çox tez pişir. 15 dəqiqə heç çəkmədi. Pişdi, götürdük. Soyutmağa da heç ehtiyac yoxdur. Yığırsınız qabınıza. İndi mən buna biraz bəzək vermişəm. Həm şəkil vermişəm, limon və ya apelsin kimi. İstəyə görə bunun o
limonun, apelsinin qabığı olur da, düzdürmü? Onun da rəngini belə verə bilərsiniz. Nə ilə? Zəfəranı dəmləyin. Zəfəran dəmləməsini qırağına çəkin. Həm ətri gözəl olacaq, həm tamı dəyişəcək. Bu sizə üçüncü variant, belə deyək. Və ya üstəlik bu dilimləri kəsmişik, orada belə sulu yer alır ha. Bir fırça ilə ora da çəkə bilərsiniz. Onda daha ləzzətli olar. Yəni zəfərandan, sarı kökdən və ya kökün suyunu sıxın, kökün suyundan işlədin. Çox ləzzətli olur. Hər dəfə də başqa-başqa dad əldə edəcəksiniz. Şərqiyə xanımdan bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Ruzu bərəkətiniz bol, canınız sağlam olsun. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.